Meyxanaçı Oqtayla Samirə Yusif qızının mahnısını icazəsiz ifa edən Atəm üzr istəməkdənsə hələ onları borclu çıxardı. İcazə vermirlər, bunların öz fikridir, amma mən o mahnıya əziyyət çəkmişəm, mahnını sevmişəm, mahnını ifa etmişəm, yenə də səsləndirəcəm. İnşallah ki, bir gün icazə verərlər, yəni elə adamlar deyil. Qardaş, başımıza dönmüş. Hər şeydə halallıq yaxşı şeydir. Sən belə meyxanaçıdan da gedir sözlərin oxu da. Xoşuma gəlib onu ifa etmişəm. Mən Oqtay müəllimin Sən icazə sözlərindən... alırsan. Ona icazəyə ehtiyac var mı, ay Samirə xanım? Bəli, var. Niyə? Söz mənimdir. Bədahətən dəyişmədimi? Ay qardaş, başıma dönüm. Bədahətən demişəm, səlahətən demişəm, nə cür demişəm. Nədən var? Bu mənim yaradıcılığımdır. Samirə xanım, Allah sizə sən sağlığı Allah versin. Mən sevib ifa etmişəm. Burada qəbahət bir iş görməmişəm ki, sevmişəm. Siz fəxr eləməlisiniz ki, mənim kimi bir gənc ifaçı sizin meyxananızı mahnıya çevirib ifa edin.